Biz dərsdə tələbələrimlə yeni söz və ifadələr öyrəndik. Onları sizlərlə paylaşmaq istəyirəm. Siz də baxın görün bu söz və ifadələrdən hansını bilmirsinizsə onları öyrənin. Lüğət bazanıza daxil edin. Sözlərdən birincisi green sözü idi. Green, yəni gülümsəmək, amma necə gülümsəmək? Dişlərini ağardaraq gülümsəmək, həm də isim kimi green, gülümsəmə. Amma yenə deyirəm, dişlərini ağardıb böyük bir şəkildə gülümsəmə mənasını ifadə edir. Cümlədə istifadə edək ki, sözləri yadımızda yaxşı qalsın. Çünki maraqlıdır ki, insanların yadında sözdən çox cümlə qalır və bizə də danışıqda söz yox, cümlə lazımdır. Yəni sözü cümlənin içində işlətmək lazımdır. He had a big grin on his face. Yəni onun üzündə böyük bir gülümsəmə vardı. Dişlərini ağardaraq gülümsüyürmüş. Sonra eyni ifadəni başqa formada istifadə edək. She couldn't stop grinning. Yəni o gülümsəməyini dayandıra bilmədi. Özünüz bildiniz necə gülümsüyürmüş. Sonra yeni ifadə var idi. Sleep. Sözün kökü sleep'dir. Yəni birinci P hərfinə qədər. Sadəcə cümlədə keçmiş zamanda verilib. She slept on the ice. Yəni sleep sürüşmək. Bu sözündən mənanı tuta bilərdik biz cümlədə. Yəni o buzda sürüşdü. Buza görə sürüşüb. İkinci cümlə eyni mənalı söz. The book slipped from my hand. Yəni kitab mənim əlimdən sürüşüb düşdü. Daha sonra biz bill sözünü keçdik. Bill, yəni hesab. Can we have the bill, please? Daha doğrusu keçdik deyəndə ki, mətni tərcümə edərkən qarşımıza çıxdı. Əgər söz bilinmirsə, biz onu mütləq öyrənmək üçün yazırıq. Deməli, hesabı ala bilərəm. Restorana gitmişsiniz və sizə hesab lazımdır. Ona görə soruşursunuz. Can we have the bill, please? Daha sonra biz release sözünü öyrəndik. Sözün kökü i hərfinə qədərdir. Release. Yəni azad etmək, buraxmaq. The police released the prisoner. Yəni polis tutduğu şəxsi buraxdı, azad buraxdı, sərbəst buraxdı. Daha sonra eyni söz, fərqli cümlə. She released the bird from its cage. Yəni o quşu qəfəsdən azad buraxdı. Daha sonra biz don't push your luck ifadəsini öyrəndik. Don't push your luck. Və onu cümlədə öyrənək. Don't push your luck with the boss. Yəni müdirinlə çox da həddini aşma. Türk dilinə daha rahat tərcümə olunur. Push your luck. Şansını zorlama mənasında. Yəni çox da həddini aşma mənasını ifadə edir. Daha sonra biz scram sözünü keçdik. Elə belə bir cümlə idi. The teacher shouted, scram. Müəllim qışqırdı, rədd ol, scram ifadəsini keçdik. Rədd olmaq, qaçmaq, tez getmək. Daha sonra the teacher spoke sternly. Bəli, bu ifadəni keçdik. Ciddi şəkildə, qətiyyətlə. Müəllimə tələbələrlə qətiyyətlə danışdı, ciddi şəkildə danışdı. Daha sonra drift away. Drift away sözünü keçdik. Burada keçmiş zamanda verilib cümlədə. Yəni ayrılmaq, uzaqlaşmaq. The boat drifted away on the river. Çayda uzaqlaşdı. Qayıq çayda uzaqlaşdı. Sonra pickpocket sözünü keçdik. Cibgir, cibə girən, cibdən oğurlayan. Be careful of pickpockets in crowded places. Yəni basırıq yerlərdə, çoxlu insan olan yerlərdə, crowded places. Cibgirlərdən ehtiyatlı ol. Sonra give away
ifadəsini keçdik. Bu ifadənin bir neçə mənası var. Ona görə fərqli cümlələrlə ifadə etdik. She gave away her old clothes. Yəni o köhnə paltarlarını burada hədiyyə vermək, pulsuz vermək mənasını daşıyır. Pulsuz verdi, hədiyyə verdi. Don't give away the surprise. Burada isə give away sözü sirrin üstünü açmaq, ortaya çıxarmaq mənasını verir. Yəni sirrin üstünü açma. Don't. Daha sonra eyni ifadə əldən vermək, məğlub olmaq mənası. The team gave away the lead in the last minutes. Yəni komanda son dəqiqələrdə məğlub oldu. Burada lead, yəni liderliyi əldən verdi. The team gave away the lead in the last minutes. Siz bu sözlərdən hansını bilmirdiniz? Şərhdə bunu qeyd edə bilərsiniz. Yeni hansını öyrəndiniz?